Belə çıxır ki, siz qarət elədiyiniz ölkələrin hesabına dolandırırdınız xalqı. Qarət eləmək nə deməkdir? Tanrı dünyanı mənə vermişdi. Dünyanın bütün ölkələrini mənim üçün yaratmışdı. Bizim için yaratmıştı. Türk milleti için yaratmıştı. Tanrı. Doğrudur. Tanrı dünyanı bizə vermişdi. Yeryüzü sizə tapşırılmış kimiydi. Doğrudur. Vaxt sıyrılmış qılınclarınızın səmtinə işləyirdi. Dünyanın bütün şahları, kralları sizə xərac verməklə xoşbəxt idilər. Dünyanın böyük kəşfləri sizin adınızla bağlı idi. Təkəri, sonra arabanı kəşf etdiniz, atı əhilləşdirdiniz. Hamısı da elə bil yurdlarınızı atıb getmək üçünmüş. Getdiniz, qayıda bilmədiniz. Yurdlarınız boş qaldı. Ən doğru olanı bax, budur. Qılınclar, oxlar kəşf etdiniz. Özümüzə gərək oldu. Özümüzü doğradı yaratdıqlarımız. Tanrı verdiyindən nə qaldı, uluruqlar. Özümüzdən başqa düşmən tapmadıq. Öz gücümüz özümüzə çatdı. Bugünə əli boş döndük. Hun imperiyası niyə dağıldı? Çünki Çin-Tabqaş xalqının ipək dilinə aldandıq, gəl dedilər, getdik, nə dedilər, yapdıq. Baxın, daşlara yazılan kimi sağ qolumuz sol qolumuzu kəsdi. Qolsuz, qanadsız qalmışıq. Tanrı dünyanı bizə verib dedi, çıxdıq. Və Tanrı verdiyini də itirdik. Şərqi Türkistan dövləti Osmanlı dövləti ilə müharibə aparmasaydı, indi dünyanın mənzərəsi necə olardı? O haqda düşünmüsünüz. Vəzir-i Əzəm Candarlalı Paşa məhkəməyə gəlsin. Lütfən. Vəzir-i Əzəm Candarlalı Paşa sizsizmi? Bəli, əfəndim. Buyurun. Osmanlı İmparatorluğu ilə Şərqi Türkistan xaqanlığı arasındakı ixtilafı aradan qaldıra bilməzdinizmi? Xeyr, əfəndim. Aradan qaldıra bilməzdik. Ne için? Şərqi Türk xaqanlığı, yəni Teymur İmparatorluğu məsləhətə qulaq asmırdı. Onlara heç nə anlatmaq mümkün değildi. Yalandır. Əksinə,
Osmanlı dövlətində ağıllı adamlar söz güləşdirir, mübahisə edir, qürurundan burnunun ucunu görməyən sərxoş bir hökmüdarsa, qərarlar verirdi. Ona görə də barışıq üçün attığım bütün addımlar boşa çıxdı. Barışıq üçün nə etdiniz ki? Elçilər göndərdim. Zindana attılar. Məktublar yazdım. Həqarət dolu cavablar gəldi. Gedib ayaqlarına düşməyəcəkdim ki. Siz ikiniz də böyük Türk millətinin taleyini dəyişmək gücündə olan sərkərdə-idiniz. İndiki duruma baxın və anlayın. Bu xalqın gələcəyi xatirinə ayaqlara düşmək lazım idisə, gərək düşəydiniz. Hikkə, qəzəb, ağılsız mənəmlik bizim də qazandığımız uğurları heç elədi. Bugünkü parçalanmaların, yurtlarımızın, torpaqlarımızın yad əllərə keçməsinin səbəbi budur, Əmir Teymur. Əmir Teymurun barışıq istəməsi doğrudurmu? Doğrudur. Ancaq Teymurun yazdığı məktublar səmimi deyildi. Onun göndərdiyi adamlar da xoş niyyətlə gəlməmişdilər. Məncə Teymur bunu ona görə eləmişdi ki, tarix onu günahlandırmasın və Ankara Savaşının məsuliyyəti Yıldırım Bayezidin üzərinə düşsün. Teymurun elçilərinin tələbi nədən ibarət idi? Məktublarında nə istəyirdilər? Yıldırım xanla savaşmaq üçün bahanə axtarırdı. Ağır şərtlər irəli sürürdü. Ayçiçək xatunun azadlığa buraxılmasını istəyirdim. Mümkün değildi mi? Lütfen. Size söz verir miyim? Ne istiyor Teymur sizden? Xan, istekleri bitip tükenmirdi. O zaman Qaraqoyunlu torpaqlarını Teymur işğal etmişdi. Qaraqoyunlu Qara Yusiflə Cəlayir oğlu Əhməd bəy də qaçıb bizə sığınmışdılar. Əvvəl onları istədi. Sonra da şəhzadələrdən birinin girov olaraq Səmərqəndə göndərilməsini tələb elədi. Əks halda müharibə edəcəyini söylədi. Və birdən Ayçiçək xatunu istəyirdim. Onu sərbəst buraxmaq olmazdı mı? Olardı. Təbii ki. Əslində Ayçiçək xatunun öz məmləkətinə dönməsi barədə Yıldırım xan razılıq vermişdi. Çünki Osmanlı dövləti vaqt qazanmalıydı. Maaş almadıqlarına görə Yeniçərlər etiraz etmişdi. Anadolu əskərləri isə Yaqub Çələbi hadisəsinə görə Yıldırım xana qarşı çıxmışdı. Ona görə mən də bəzi sərkərdələrimiz də dedik, Ayçiçək xatun azadlığa buraxılsın. Yıldırım xan əvvəl razılıq vermişdi, amma sonradan nəsə etiraz etdi. Səbəbini göstərdi mi? Niyə etiraz elədi? Heç bir səbəb göstərmədi. Bizim təklifimizi rədd edib, məclisi tərk elədi. Tələb edirəm, Yıldırım Bəyazıt xan məhkəməyə çağırılsın. Mən etiraz edirəm. Yıldırım Bayezid xanı şahid kimi dinləmək düzgün deyil. Ne için? Sebebi nedir? Səbəbini deyim.
vaxtilə özünün təyin etdiyi Bursa qazisi Yıldırım Bayezidi şahid kimi rədd etdi. Kimmiş bu qazi? Bursa qazisi Mövlana Şəmsəddin Fənari. Qazi Efendini dərhal divana çağırın. Mövlana Şəmsəddin Fənari Yıldırım xanın şahidliyini ne üçün qəbul etmədi? Səbəbini deyə bilərsinizmi? Səbəbi bir o qədər də əhəmiyyətli deyil. Osmanlı dövlətində çalışan bir qazi Sultan Yıldırımın ifadələrini dəyərsiz sayırsa, əhəmiyyətli olan elə budur. Bu cürdə anlamaq gərəklidir. Bursa qazisi Mövlana Şəmsəddin Fənari gəldi xan. Buyursun. Bursa qazisi Mevlana Şəmsəddin Fənari sizsiz? Mənim əfəndim. Bir məhkəmədə Yıldırım Bəyazid xanın şahidliyini qəbul etmədiyiniz iddia olunur. Onu məhkəmədən qovmusunuz. Doğrudurmu? Elədir əfəndim. Qovmadım. Sadəcə məhkəməni tərk etməsini əmr etdim. Ne üçün? Deyə bilərsinizmi? Estağfurullah əfəndim. Məhkəməyə şahid kimi gəlmişdi. Sərxoşluğuna görə şahidliyini rədd etdim. Çünki məhkəməni yanılda bilərdi. Əgər Səmərqənd qazisi sizi məhkəmədən qovsaydı, nə edərdiniz? Başın kəsərdim. Yerlə yeksan edərdim məhkəməni. Bəs bu boyda təhqirə Yıldırım Bayezidin sözü nə oldu? Heç nə əfəndim. Boynunu büküb çıxdı. Sonralar sizin haqqınızda bir cəza tədbiri görmədi ki? Yox, heç bir tədbir görmədi. Yəni, heç nə olmamış kimi işinizə davam etdiniz, eləmi? Evet, devam ettim. Gedə bilərsiniz. Biraz evvel söylədiniz ki, Ayçiçək xatunun öz ölkəsinə göndərilməsi haqqındakı təklifi Yıldırım Bayezid rədd etdi. Bir xatunun azadlığa buraxılması bu qədərmi təhlükəli idi? Nə idi onun qorxusu? Efendim, bu sadə məsələ deyildi. Ayçiçək xatunun öz ölkəsinə dönməyini Teymur istəyirdi. Bu məsələ yalnız ona görə siyasi mahiyyət almışdı. Necə yəni? Əgər Ayçiçək xatunu Teymurun əmri ilə azad etsəydik, bu demək olardı ki, Osmanlı dövlətini Teymur idarə edir və bundan sonra onun bütün buyruqlarına, tələblərinə əməl eləməliydik.
Ay Çiçək Xatunun Ərzincana qayıtmağına izin versəydiniz, o bir tələblərimdən vaz keçərdim. Ola bilsin. Amma bu, Osmanlı dövlətin müstəqilliyinə son qoya bilərdi. İki güclü Türk dövlətinin düşmənçiliyinə bir qadın mı səbəb olmuşdu yəni? Lütfən aydınlaşdırın. Ay Çiçək Xatun, Ərzincan əmirinin halalca qadını idi xan. Erzincan əmrinin halal qadını Yıldırım Bayezidin sarayında ne için saklanırdı? Yıldırım xan Ərzincan əmirini itaətdə saxlamaq üçün buna ehtiyac duymuşdu. Çünki Ərzincan əmiri Teymurla birləşib Sivası almaq istəyirdi. Ərzincan əmiri mənim himayəm altındaydı. Heç kəs mənə qulluq göstərənlərə çəkmələrimi yalayan köpəyimə belə çəkil deyə bilməzdi. O ki qalmış bir bəy ailəsi ola. Türkmən bəy Qara Yusiflə Bağdad Sultanı Cəlair oğlu Əhməd bəy də bizə sığınmışdı. Onlar da Osmanlı dövlətinin himayəsində idilər. O ki elədi, bəs onda onları niyə təkidlə tələb edirdiniz? Bir şey də bilin. Siz Sivası qan gölünə çevirməsəydiniz, nə Yıldırım xan Ərzincana girərdi, nə də Ay Çiçək Xatun əsir düşüb Bursaya gətirilərdi. Mən Sivasda qan tökməmişəm. Yalandır. Yalandır. Siz Sivas'ta 4000 adamı öldürdüğünüzü boynunuza almışsınız. İndi de değilsiz. Kan tökmedim. Sivas'ta qan tökmədiniz. Doğrudur. 4000 adamı diri-diri torpağa gömdünüz. Bəli. Diri-diri gömdüm torpağa. Ne için? İşkence vermek için. Xeyr. Elə bir qəsdim yox idi. Sadəcə olaraq söz vermişdim ki, qan tökməyəcəyim. Şəhəri ki özləri təslim etdi. Bəs bu qətilyam nəyə görə idi? Şəhəri qorxaqcasına təslim edərlər. Anasının təqqirinə göz yuman adam arasında nə fərq ola bilər? Bir yaxa. Burada mən ittiham olunmalıyam, yoxsa şəhəri təslim edərlər? Bunu hak divanı bilir. Lütfen bir daha məhkəmənin işlerine karışmayın. Siz çıkabilirsiniz. Candarlı Ali Paşa dedi ki, Teymur Sivas'a hücum etmeseydi Yıldırım Han Erzincan'a girmezdi. Siz Sivas'ı ne için işgal ettiniz? Sebep neydi? Yıldırım Han
O zaman Mısır'ın tabiçiliğinde olan Malatya üzerine yerimişti. Ben de Sivas'ı tuttum. Ve aynı zamanda Karakoyunlu Kara Yusuf'la Celahiroğlu Ahmet Bey'i kaytarmadığına göre Osmanlı devletini cezalandırdım. Bunun nə əhəməti vardı? Siz ki o bəylərin dövlətlərini yıxıb, torpaqlarını ələ keçirmişdiniz. Özlərindən nə istəyirdiniz? Haklısın oğlum. Düzünü diyeyim, Çin'in işgalı, sevgili hayalı kimi ürəyimdən çıxmırdı. Çin'i mütləq işgal etmeliydim. Tabii ki ilk hedefiniz Çin olmalıydı. Ama siz iki kardeş birbirinizden kavgaya çıktınız. Bu her ikinizin gücden düşməyinizə sebep oldu. Ulu Xaqa, bütün bu olanların sebepkarı siz babalarımızsınız. Yatağından çıkan su hara aktığını bilmez. Ve bir yerde torpağa hopup yakar. O bizim başımıza geldi. Su axan yerdən bir də axar. Yok. Ulu Gazi. Teymur düz deyir. Yurdumuzdan çıktık. Özümüzü güçlü, dünyanı gen gördük. Ama vaxt bizi aldattı. Vaxt bize galip geldi. Ulu xanlar, xaqanlar bilsinler ki, bugünkü divanımız haqqın zamanın divanıdır. Haq zaman öz sözünü dedi. İndi onun cevabını vermeliyik. Dirilər bizi eşitirlər. Baxın, biz əbədi dinçlik yolundayıq. Amma gələcək dirilərimizin üstündə dəmir addımlarla yeriyirik. Bugün biz öz günahlarımızdan danışıb dirilərə anlatmalıyıq ki, nə elədiklərini bilsinlər. Hörmətli Teymur, Fransa kralı 6. Karlın Avropa ölkələri hökümdarlarına yazdığı məktublardan xəbəriniz var yəqin. O mektuplardan geç haber tuttum Şaman. Artık Yıldırım'la muharebeni başa vurmuştu. Nə məktubdu o? Nə yazmışdı Fransa kralı? 6. Karl Avropa ölkələri hökümdarlarına bircə məktub göndərmişdi ki, bilin və agah olun. Biz birləşsək belə, Türk imperatorluğuna qalib gələ bilməyəcəyik. Onları məhv eləmək üçün iki Türk devlətini bir-birinin üstünə qaldırın. Alladın, inandırın. Tez inanandılar. Heç kəsdən yox, bir-birindən qorxandılar. Çünki bir-birlərini yaxşı tanırlar. Təxribatçılar göndərin. Qan tökün, aranı qarışdırın. Özlərindən olmayanları qulluğa çıxardın. Onların əli ilə iş görün. Doğrudur. Bayazidin de Teymur'un da sarayında Avropalılar elə buna göre vardı. Yalnız bu məqsəd üçün gəlmişdilər. Bu məqsədlə də iş görürdülər. İşlerini de gördüler. Eləcə dünyanı titrədən iki alp er birbirini məhv elədi.
yazıqlar ki, həmişə də bir olub. Amma Bayazıdı təslim eləyəndən sonra Teymur peşmançılıq keçirirdi. Mən bunu duyurdum. Öz büyük qələbəmdən sonra sarsıldım. Artıq gec idi, hörmətli əmir. Sən peşmançılıq keçirdəndə Avropa dövlətləri bayram içində idi. Və biz böyük Türk xalqı bir daha özümüzə gələ bilmədik. Şaman dədə, sözüm var. Diriləri dinləyək mi, Oğuz xan? Sözüm Atilla'yadır. Xan baba. Öz-özünü eləyənə el yığılı eləyə bilməz. Yüzilliklər boyu sarsıntılarımız çox olub, doğrudur. Bu sarsıntıdan sonra biz bir daha ayağa qalxa bilmədik. Amma bir həqiqət də var ki, yüzilliklər boyu bütün Avropa sizi, Atilla'nı arzuladı. Yiyəsizlik, tərbiyəsizlik, əxlaqsızlıq artdıqca insanlığın böyük adamları sizi aramağa başladılar. 19-cu əsrin əvvəllərində böyük Fransız yazıcısı Flaubert dostu Ernest Chevalier'e göndərdiyi məktubunda sizi arayırdı. Məktubda yazmışdı. Ey böyük Atilla, sən nə zaman öz 400 minlik atlılarınla gəlib bu ayaqaltı çürüntülər, əxlaqsızlar ölkəsini və gözəl Parisi yandıracaqsan. Doğru mu söylüyorsun? Doğrudur, xan Atilla. Tarix nə əcəb gizlətməyib bunu? Yox, Ulu Xaqan. Bu tarixində namuslu adamları var. Həmişə deyiblər və indi də deyirlər. Tarix türklərdən başlayıb. Türklər tarixi yaradandılar. Buyurun. Bayazıdı yendiniz, sonra da sarsıldınız deyirsiniz. Sarsıldığınız için geç de olsa ne ettiniz? Mektublardan haber tutandan sonra Yıldırım Han'ın oğlunu əhvettim ve atasının yerine padişah diktim. Özümse Çin'e üst tuttum. Ama ecel aman vermedi. Bu belə də olmalıydı, hörmətli Teymur. Çünki sən gecikmişdin. Vaxt zaman gecikənləri bağışlamır. Doğrudur. Oradakı yazılar bizim səsimizdir. Amma biz öz səsimizi eşitmədik.
Siz Alp Arslan Qazinin sualına cavab vermediniz. Qazi soruşurdu ki, siz Qaraqoyunlu Qara Yusifində Cəlayir oğlu Əhməd bəyin də torpaqlarını əllərindən almışdınız. Bəs özlərindən nə istəyirdiniz? Dedim ki, Çinə yürüş etmək istəyirdim. Əgər dövlətini itirmiş bəylər Yıldırım Bayezid kimi bir duha sahibinə sığınmışdılarsa, onları arxamda qoyub Çinə necə yürüş edə bilərdi? Siz Osmanlı üzərinə yürüş eləyəndə Qara Yusif də, Cəlayir oğlu Əhməd bəy də artıq ölkəni tərk eləmişdilər. Geri dönə bilərdilər. İkincisi, Yıldırım xan mənə göndərdiyi cavab məktublarında çox sərt idi. Bu da təsir etdi mənə. Osmanlı müharibəsindən əvvəl sizin Qarabağdakı qərargahınıza Avropadan elçilər gəlmişdilər. Belə düşünülür ki, onlar sizi Osmanlı üzərinə qaldırmaqla Bizansı məğlubiyyətdən qurtarmaq üçün gəlmişdilər. Çünki Bizans artıq Osmanlı ordusunun təslim olmaq ərəfəsində idi. Sizsə heç bir səbəb olmadan Osmanlı dövlətinə müharibə elan etdiniz. Aptal mı sayırsınız məni xan?